Yani növbəti sual budur da müəllimlər. Düzgün tetraeder verilir K, B, S. Bunun düzgün tetraeder olmağı əvvəla odur ki, bütün tillər bir-birinə bərabərdir. Bunu unutmayasınız. Bəzən tetraederlər düzgün tetraeder anlayışlarında səhv salınanlar olur. Və biz səhv etməməliyik də. Bütün tillər bir-birinə bərabərdirsə, bu da o deməkdir ki, 6 tilin 6-sı da bir-birinə bərabərdir. Bu 4 düzgün üçbucağın birləşməsindən yaranmış bir figurdur, elə deyilmi? Bunun çarpaz tilləri arasında qalan bucağı tapın. Bucaq da əslində bu qədər də çətin məsələ deyil, amma həm də çətindir. İndi baxın, gəlin bunun çarpaz tillərindən ikisini qeyd edeyim, rahat görünənlərdən. AK aydındır ki, K'dan çıxan tillərə çarpaz deyil, A'dan çıxanlara da çarpaz. Bir dənə vur tut çarpaz olduğu til budur, BS. Bunların arasında qalan bucağı nə tapın? Biz bayaq yadınızda kurda çarpaz tilləri çıxır, çarpaz bucaq arasında qalan bucağı tapanda biri paralel köçür. İndi paralel köçürmək biraz çətindir. Görürsən, burada vəziyyət biraz başqa cürdür. Siz deyirsiniz ki, BS-ni hara köçürür? Mən də deyirəm, köçürt, belə köçürtdür lan. Nərdəsən bucaq necədir? Gör nə edeyim? K təpə nöqtəsindən hündürlük çəkirəm və arkanın proyeksiyasını tapacam. Baxın, K təpə nöqtəsindən hündürlük çəkdim. Və həm də düzgün üçbucaqlı piramida deməkdir da. Biz də bilirik ki, düzgün piramidanın hündürlüyü gəlir düşür oturacağın həm daxilinə, həm də xaricinə çəkilmiş çevrənin mərkəzinə də, elə deyilmi? Və həm də düzgün üçbucaqlı piramidadır. Hər düzgün üçbucaqlı piramida düzgün tetraeder deyil, yeri gəlmişkən. Misal üçün, baxın, mən oturacağı götürərəm düzgün üçbucaq, tilləri də uzun götürürəm. Məsələn, bölüklər, yəni, bu tillər bir-birinə bərabərdir. Buna tutaq ki, oturacağın da tilləri bir-birinə bərabərdir. Bu oldu düzgün üçbucaqlı piramida. Yan tillər bərabər, oturacaqda düzgün üçbucaqlı. Bu oldu düzgün üçbucaqlı piramida. Amma bu olmadı düzgün tetraeder. Bəli, bütün tillər bərabər deyil. Amma düzgün üçbucaqlı piramidaların hamısında təpədən çəkilən hündürlük, gəlib düşür oturacağın həm daxilinə, həm də xaricinə çəkilmiş çevrənin mərkəzi. Qardaş, bu da düzgün üçbucaqlı piramidadır da, elə deyil. Deməli, bunun da təpədən çəkilən hündürlük gəlib düşür oturacağın həm daxilinə, həm də xaricinə çəkilmiş çevrənin mərkəzinə. Bu da düzgün üçbucaqdır axı. Bəs daxilə çəkilmiş, xaricə çəkilmiş çevrənin mərkəzi elə hündürlük, təmbölən, median, onları kəsir. Deməli, bu nöqtə, bu nöqtə həm də medianların kəsişdiyi nöqtə deyil. Onda mən bunu uzatsam, belə uzatsam, buradan keçirsəm, A-dan belə, bu mediandır. Bayır mediandır, bu da o nöqtəsidir, elə deyilmi? Elə deyilmi? Bu həm də mediandır, həm də hündürlükdür, həm də onda bu həm də hündürlükdürsə, onda bu bura nədir? Perpendikulardır. İndi mənə deyin görün. Siz deyəcəksiniz. Biz nəyi tapmaq istəyirik? K-A ilə B-nin arasında qalan bucağı axtarırıq. İndi mənə deyin, cavab verin. Tələsmə. K-A'nın proyeksiyası nədir? K-A'nın müstəvidəki proyeksiyası nədir? Ay yaşayır. Nə? A ilə bu K-O dedilir. Bu K-O hündürlükdür da, piramidanın hündürlüyüdür, müəllimlər, bu hündürlükdür. Onda K-A'nın proyeksiyası nədir? A-O, elədir. Bəs onda K-A düz xəttinin proyeksiyası nədir? K-A düz xəttinin də, K-A parçasının proyeksiyası A-O-dur. K-A düz xəttinin də proyeksiyası A-O düz xəttidir. Elə deyilmi? A-O düz xətti də, indi bura baxın, bu oturacaq müstəvisinə alfa deyirəm. Buna deyirəm alfa müstəvisi. K-A'nın proyeksiyası olan A-O, alfa müstəvisi üzərindəki BS düz xəttinə perpendikulərdirmi? K-A'nın proyeksiyası A-O'dur. A-O düz xətti BS-yə perpendikulərdirmi? Deməli, K-A mailinin proyeksiyası BS-yə perpendikulardır. Proyeksiyası. Bəs üç perpendikular teoremi bizə nə verirdi? Deyir ki, mailin proyeksiyası müstəvi üzərindəki BS düz xəttinə perpendikulardırsa, onda mailin özü də, bu maildir, bu da müstəvi üzərindəki düz xəttir. Mailin proyeksiyası buna perpendikulardırsa, özü də ora nədir? Deməli, AK BS-yə perpendikulardır. Qısası, bunlar neçə dərəcə uzaqlığa gəlir? Yəni, siz belə paralel aparsanız, amma görməyəcəksiniz də, bunu belə paralel sürüşdürsəniz, görməyəcəksiniz də, o 90-dır. Amma bax, sürüşdürürəm. Taş ki, mən nə biləm, paraleli oxşamır. Siz nə biləcəksiniz ki, bura 90 dərəcədir? Amma biz onu nə elədik? Biz onu sübut
elədik. Beləliklə teorem. Düzgün tetraedrin çarpaz tilləri arasında qalan bucaq 90 dərəcədir. İndi bu imtahanda düşdü tutaq ki, sən bu teoremi bilirsənsə, sənin üçün oldu 5 saniyəlik bir sual. Yoxsa bunu bilmirsənsə, belə araşdırmalar apararsan, onu da apara biləcəksənsə, əvvəla xeyli vaxtını alacaq, indi axırda da alınacaq, alınmayacaq, Allah bilir. Ona görə də bu teoremləri bilməkdə fayda var. Sağ olun.